Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid Bayramov Fərrux Bayramovludur. Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi talih yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür. Cismən bu dünyanı tərk edib ruhən yaradana əbədiyyətə qovuşurlar. Bu müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz. Fərrux Bayramoğlu Bayramlı 1990-cı il yanvarın 24-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. Orta təhsilini Saatlı rayon Azad Bayramov adına Məmmədabad kənd orta məktəbində alıb. Azərbaycan ordusunun kiçik çavuşu olan Fərrux Bayramov hələ 2016-cı ilin aprel döyüşləri zamanından orduya yazılmışdı. 2020-ci il sentyabrın 27-sində başlanan vətən müharibəmizdə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O neçə döyüş yoldaşının həyatını xilas edib. Özü isə 4 noyabr tarixində Şuşa istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və Məmmədabad kəndində torpağa tapşırılıb. 6 illik ailəli olan şəhidimizin vətənə əmanət Əsmər adlı 3 yaşlı qızı, Fəxri adlı 2 yaşlı oğlu qalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra Cəbrayılın azad olunmasına görə medalı ilə təltif edilib. Azərbaycanın Xocavənd rayonunun azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra Xocavəndin azad olunmasına görə medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra Şuşanın azad olunmasına görə medalı ilə təltif edilib.